Space xəbərə baxırsınız. Bakıda qadın doğuşdan sonra dünyasını dəyişib. Hadisə bir sayılı kliniki tibbi mərkəzdə qeydə alınıb. Körpənin vəziyyəti isə stabil qiymətləndirilir. Bəs ananın ölümünə səbəb nə olub? Hadisənin təfərrüatlarını bərabər izləyək. Paytaxt sakini 28 yaşlı Sevda Məmmədova hamiləlik diaqnozu ilə kliniki tibbi mərkəzə gətirilib. Ana əməliyyat edilib, övladı dünyaya gəldikdən sonra onun halı pisləşib. Bütün zəruri tədbirlərə baxmayaraq ana dünyasını dəyişib. İlkin məlumata görə ananın doğuşdan sonra vəziyyətinin anidən pisləşdiyi bildirilir. Ölüm səbəbi isə hələ ki açıqlanmır. Körpənin vəziyyəti isə normaldır. Kliniki tibbi mərkəzdən verilən məlumata görə doğuş üçün xəstəxanaya müraciət edən pasiyent doğum şöbəsinə hospitalizasiya olunub. Daha sonra doğuş qeysəriyyə yolu ilə həyata keçirilib. Bəs ananın doğuşdan sonra ölümünə səbəb nədir? Ona tibbi müdaxilələr edilib, lakin bütün tibbi reanimasiyon xidmətlərə baxmayaraq 19 fevral 2026-cı ildə bioloji ölüm faktı qeydə alınıb. Kliniki tibbi mərkəzdə doğuş zamanı baş verən ölüm faktına görə hazırda Nəsim rayon prokurorluğunda araşdırmalar davam etdirilir. Qeyd edək ki, söz gedən şəxsin boyu 47 sm, çəkisi 2 kq 300 qram olan kişi cinsli övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib və hazırda küveyzdə saxlanılır. Diana Cəlali, Pərviz İbişov, Space xəbər.